Nizami Gəncəvinin Leyli və Məcnunundan danışacağıq. Bu sadəcə bir poema deyil. Əslində sevgi, cəmiyyət və ruhaniyyət haqqında dərin bir hekayədir. Yaxşı, bəs belə saf bir sevgi hekayəsi necə oldu ki, bir dəlilik dastanı kimi yadda qaldı? Hekayəmizin mərkəzində Qeys və Leyli dayanır. Onların sevgisi ani və çox güclü idi. Nizami onların güclü bağını göstərmək üçün çox gözəl, bir-birinə zid obrazlardan istifadə edir. Amma təbii ki, bu sevgi gizli qalmır. Qısa zamanda hamının dilinə düşür. İnsanlar onun bu böyük sevgisini anlamır və ona Məcnun, yəni dəli ləqəbini verirlər. Leylini ondan gizlədirlər. Ürəyi qırılan Məcnun isə səhraya çəkilib vəhşi heyvanlarla yaşayır. O hətta azad etdiyi bir ceyranın gözlərində belə öz sevgilisini və öz dərdini görür. Onları qovuşdurmaq üçün hər yol sınanır, amma heyif ki, heç biri nəticə vermir. Leyli başqası ilə evlənsə də ruhən bir məhbus kimi yaşayır. Qəlbi həmişə Məcnunla olur. İllər sonra əri İbn Salam ölür, amma bu azadlıq təəssüf ki, çox gec gəlir. Hekayənin sonu isə çox acınacaqlıdır. Öncə Leyli, sonra da Məcnun dünyasını dəyişir. Bu dünyada çəkdikləri əzablar bitsə də, hekayə əslində hələ yeni başlayır. Dostları Zeydin gördüyü yuxu isə hekayəyə tamamilə fərqli bir sonluq verir. Yuxuda onlar cənnətdədir, bu dünyada əldə edə bilmədikləri xoşbəxtliyə artıq qovuşublar. Beləliklə, bu hekayə uğursuz bir sevgidən bəhs edir, yoxsa əsl sevginin qələbəsindən?